Değerli və hörmətli şair sevərlər, hər vaxtınız xeyir olsun, gününüz mübarək olsun inşallah. Uca Allahım sizləri həmişə imanlı, ibadətli və hidayətli eləsin. Həmişə diqqətli və hörmətli olasın inşallah. Maşallah olsun sizlərə. Həmişə olduğu kimi, bugün də sizlərin görüşünə valideynlərimiz qədər xətrini istədiyimiz, hörmət elədiyimiz müəllimlərimizə həsr elədiyim yeni bir şeirlə gəldik. Öyrətmisən. Əldə qələm tutmağı bizə sən öyrətmisən. Möhkəm addım atmağı bizə sən öyrətmisən. Birdən yüzə saymağı, yanlışları pozmağı, doğruları yazmağı bizə sən öyrətmisən. Dilimizi sevməyi, həm zəhməti, əməyi, sirləri öyrənməyi bizə sən öyrətmisən. Vətən bölünməz dedin, şəhidlər ölməz dedin, igid əyilməz dedin, bizə sən öyrətmisən. Hər müəllim hədəfi, yetirmək şəxsiyyəti, qorumağı şərəfi bizə sən öyrətmisən. Qarış-qarış gəzməyi, vətənimi sevməyi, vətən üçün ölməyi bizə sən öyrətmisən. Binəli unutmadı, tanıdı dostu, yadı, ölməz, ölməz müəllim adı bizə sən öyrətmisən. Bizə sən öyrətmisən. Bugün dünyasını dəyişən müəllimlərimizə Allah rəhmət eləsin, ruhları şad olsun, torpaqları nurla dolsun, yerləri cənnət olsun. Amin. Amin deyən dillər var olsun inşallah. Bugün yenə də fəaliyyət göstərən, hörmətli və dəyərli müəllimlərimizə həyatda ən gözəl nemət olan can sağlığı arzulayıram. Allah var eləsin. Allah bəxtiyar eləsin. Biz müəllimlərimizlə fəxr edir, qürur duyuruq.